Heç vaxt deyə bilmərsən ki, bunun zövqü aşağıdır, bunun zövqü yuxarıdır. Zövq nə deməkdir? O zövq şəxsə aiddir. Amma siz mənə indi sual versəz ki, sadə adamla verişə gəlməyin nə idi anlamı? Mən sizə başqa cür cavab verə bilərəm. Əxlaqsız bir söz yazırdı, mənə çox pis təsir edirdi. Bax, Qonşular serialıdır, bu nədir çəkirsiniz? Bayağıdır, güldürürsünüz, lazımsız, mənasız. Ay dünya, gör kimin əlindəsin, ay dünya. Bu günə kimi ay dünya derim. Mən ona deməmişdim ki, ay bir dəqiqə bu bir sənə yadda qalacaq. Minlərlə misal çəkə bilərik o haqda. Məsəl üçün deyəcəm, filmin adını deyəcəksiniz ki, tələsmə. Zaur tələsmə. Yox, o deyil də, bu veriliş o deyil. Ola. Biri Səməd Vurğundur, o biri Anardır. Aha. Digər yazısı kimdir? Ənvər Abbasov. Axır vaxtlar çəkildiyiniz skeçlərdə köklənmisiniz ki, pul qopardasınız. Balacadan. Bəli, balacadan. Real həyatda pulla aranız necədir? Real həyatda pulla kimin arası pisdir ki? Hamının arası yaxşıdır. Olandan sonra çox gözəl. Necə ara pis ola bilər pulla? Oy, mən bunu istəmirəm, xahiş edirəm. Sadəcə soruşuram, münasibətiniz necədir? Bu pulu necədir? mənə verməyin. Yox, elə şey yox. Hamı pulu sevir. Çox sevirsiniz pulu? Əlbəttə ki. Qazanmaq üçün yalnız aktyorluqdan istifadə edirsiniz? Yox. Bu dövrdə? Yox. Çox şeydir. Mən bu yaşıma qədər çox iş görmüşəm. Təbii ki, ailə dolanıram pul qazanmaq üçün. Mən heç vaxt yəni ayıb bir şey bilmirəm. Hər bir iş işləmək olar ki, ailə dolanarız. Təbii ki, belə deyək də, qanundan kənar deyim, belə bir şey olmasın. Tərbiyə, mərifətə, qanacağa, əxlaqa uyğun bir iş görmək olar. Ta ki, ailə dolandırasan. Nə olar ki, taksi şofördə işləmək olar, süpürgədə tutmaq olar əlində, müdürdə işləmək olar. Mənəcək elə bir şeylər eləmək olar. Müdür işləmək əlbəttə olur. O saydıqlarınız arasında müdürü saymaq biraz məntiqi ardıcıllığı pozdu. Mənə elə gəlir, bəlkə pozdu. Yox, heç nəyə pozmadı. Orada söhbət məntiqdən, puldan gedirsə, müdürlə də süpürgəçi eyni pul qazanmaq dalınca düşürlər. Məntiq eynidir. Aktyorluğa gələndə təfəkkürünüz, o seçim ki eləmişdiniz, oxuduğunuz universitetdən uzaqlaşasınız, gedəsiniz aktyor, kino rejissorluğu sahəsinə. Onu dəyişiklik eləyəndə pul qazanmaq nəzərinizdə idi. Çünki o birisi bundan daha çox pul gətirən sahədir axı. Yox, onda oxuyanda mən pul qazanmaq düşünmürdüm. Oxumaq düşünürdüm. Hansını oxuyanda? Mən Qafqaz Universitetində oxuyanda biznes üzrə menecer fakültəsini. Mən oxumağı düşünürdüm oxuyanda, amma institutdan kənar pul qazanmağı düşünürdüm. Ancaq düşünmürdüm ki, mən gedib Türkiyədə universitet oxuyacağam, o mənə pul qazandıracaq. Mən istəyimin dalınca getmişəm. Arzularımın dalınca getmişdim. Neçə yaşınız var idi onda? 22. Valideynləriniz mane oldu bu dəyişikliyə? Yox. Narazı oldular institutu atmağıma, təbii ki, qırğın qiyamət, amma eləmirəm, istəmirəm. İstəyirsiniz, mane oldu, soruşuram, deyirsiniz, yox. Yox, iş dalından getməyə mane olmadılar. Ancaq mən institutu atmağıma görə narazı oldular. Yəni, mane olmaq başqa bir. Niyə atdım bu institutu? Çünki istəmirəm. Gedirəm onun dalına, get. Siz universitetdən uzaqlaşıb pul qazanmağa getmişdiniz? Yox, universitetdən uzaqlaşdım, başqa təhsil dalına. Başqa təhsil dalınca getmişdiniz. Bəli. Qiyabi bitirirdiniz oranı, yoxsa? Bəli, qiyabi idim. Qiyabi bitirirdiniz. Oranın təhsil sistemi ilə bizdə aktyorlara təhsil sisteminin fərqi var. Orada aktyor başqa şeylərdir. İnstitut başqa bir şeydir, kinoakademiya başqa bir şeydir. Bizim işimiz oxumaq yox, bizim hansısa bir filmi baxıb onu təhlil etmək olub. Və hansısa bir mövzu üzərində ssenari yazmaq və salam başqa iş nə olmuyor. Vaxtlar elə olub ki, təcrübələrinizi işıqlandırarsınız. Mən görməmişəm, bəlkə olub gizlin işıqlandırmadığınız. Hansısa Azərbaycan filmlərini təhlil edəsiniz və onun haqqında tənqidi rəy bildirəsiniz? Yox, mənim işim deyil o. Mən onu eləməli deyiləm. Mən oxuyanda, mən təhlilə oxumamışam. Mən təhlil eləmişəm ki, bu işi görə bilim. Akademiyada belə bir şeydir. Yəni, hansı bir filmə baxsan, onu təhlil edirsən və sən onun, rejissorun, ümumiyyətcə o görüntünün nədən ibarət, nə olmağını sən özün dərk eləməlisən ki, sən özün də onu gələn dəfə özün nə vaxtsa da rejissor onu ifa eləyə biləsən. Onu çəkə biləsən, ərsəyə gətirə biləsən. Yəni, iş budur sadəcə. Çəkdiklərinizdən razısınız? Hər dəfə narazıyam. Keçmişdə. Bu yaradıcılıq istər-istəməz məvacib, pula bağlıdır. Nə qədər çox olsa, o qədər də daha keyfiyyətli bir şey görmək olar. Siz gördüyünüz aktyorlardan tutmuş, bütün texniki heyətə qədər, texniki vəsaitə qədər hər şey puldan asılıdır. Yəni, çəkdiyimiz serialların
pulu və vacibi ödənişi, qonorarlar daha çox olsa, daha keyfiyyətli bir iş Siz görmək olardı. məsələni puldan gətirəndə mən fikirləşdim, indi deyəcəksiniz ki, biz pula görə daha çox məsəl üçün sənəti qurban vermişik, reklamlardan daha çox istifadə eləmişik, izləyicinin vaxtını almışıq. Sənəti qurban vermişik nə deməkdir, bilmək olar. Bəzən olur ki, məsəl üçün müəyyən seriallara yerli yersiz, mövzuya uyğun olan olmayan reklamlar yerləşdirmək məcburiyyətində qalır. Bu, bəli, əlbəttə ki, odursa, əgər elə hesab etsiniz ki, sənətə qurban verə reklama hər nəsə də, o olub, çox olub. Və onu eləməlisən. Çünki sənəti göstərmək üçün o insanlar sənə pul ödəyirlər ki, məni göstər. Ona özünüz reklam də elə. bu qurban vermiş hesab edirsiniz? Əgər eləsə, bəli. Və bir dəfə yox, iki dəfə yox, çox, hər dəfə. Ancaq belə bir şeydir də və hər dəfə də reklam verən insanla razılaşmamışıq. Amma yenə də o dediyi olubdu. Çünki o bunu verir ki, bunu bura qoy, bax bu stolun üstünə bu. Sizin sponsorunuz var. Sabahlar sizin sponsorunuz olsa bu stolun üstünə onun ən azından məhsul olmalıdır. Siz istəmədiniz. Çox üzr istəyirəm. Freres Game mağazasına öz təşəkkürümüzü bildiririk. Niyə? Bir dənə çox üzr istəyirəm, birbaşa kəsəcəm sözünüzü. Siz bu dəqiqə, siz əgər buna sənət deyirsiniz, sənəti qurban verirsiniz, mənim sözümü kəsdiniz və siz sponsorun adını çəkirsiniz. Demək, siz qurban verdiniz. Mən düşünürəm ki, bu vaxta qədər hardasa bir 500-ə yaxın, 500-dən çox verilişim olub. Özümə mümkün qədər yaxın bab, eyni düşüncəyə aid insanlarla çox müzakirə eləmişəm. Və bunu eləməyim də sizinlə müzakirəyə heç bir xələl gətirməz. Çünki bu bizim... Deməli, hər halda biz oturub sualı axıra qədər çatdırmadan sizin reklama çıxmağınız əgər xələl sayılmırsa, onda bizim də elədiklərimiz içində reklamlar xələl sayılmır. Özünü tənqidi çox xoşlayıram da. Yəni özünü tənqid edə bilən çox tənqid edirəm. Mən özümün birinci öz tənqidçiyəm. Çox dəhşətli dərəcədə tənqidçiyəm. Mən tənqid eləyəndə özümü ətrafımdakı dostlar, yaxın adamlar deyir ki, bu qədər olmaz. Amma bu qədər olmalıdır ki, mən hardasa da nəyin yaxşı, nəyin pis, nəyin lazım olub olmamağını özümdə dərk edə bilim və ətrafım ona münasibətini bilim. Gündəlik özünüzə saat fərqi olaraq axşamlar deyirsiniz ki, özümə hesabat verirəm. Hə. Hər gecə. Mən bu gün nə etdim, kimə nə etdim. Çox vaxt peşmançılıq çəkirəm. Şirinlə məhəbbətin fərqi nədir? Şirin mənim dostlarımdan biridir. Çox gözəl insandır. Çox sevirəm o insanı. Onun əxlaqını, onun mədəniyyətini, onun yumor hissini. Mən Nicatdan danışmıram. Mən Nicatdan danışıram. Mən Nicatdan danışıram. Başqa şirin deyilsə açıqlayın görüm hansı şirin deyirsiniz. Siz şirin deyəndə mənim ağlıma o şirin gəlir. Çünki ilk təəssürat, ilk kimlə deməyiz, assosiasiyada şirindirsə mənim üçün şirin odur. Nicatdır, bəli. Mən çox şirin oğlandır. Özü həyatda çox şirin oğlandır. Çox sevirəm oğlanı. Allah onu sevsin. İkisi də məsəl üçün çox üzr istəyirəm rusca ifadəmə görə stopirot gedirlər, sonra səhv çıxırdılar özlərini. Hər bir aktyorun oynadığının alt yapısı var. Yəni xarakteri var. Məhəbbət deyəndə ekranda, telefonlarda gördüyümüz məhəbbətin hansısa bir şarjı, hansısa bir oyunu onun xarakterinə irəli gəlir deyə ona gülürlər. Başa düşürsünüz? Nicatın da xarakteri o yekəxanalıq zat belə bir şeylər olub. Amma sizə bir xırda bir sir açım. Nicatın həmin bu yekəxanalığını biz hələ Nicat bacanaqlarda olmayanda bizim bir çəkilişimiz vardı. Bozbaşla Qəbələdə Novruz bayramı çəkilişi edirdik. Özümüz dostlarla oturmuşduq, söhbət edirdik. Nicat başladı danışmağa və çox yekə başladı. Çox gülməli danışdı. Dedi, Nicat, sən çox gözəl yekəxanalıq edirsən də, çox möhtəşəm. Biz onu götürdük, ona görə o xasiyyətini saldıq Bacanaqlar serialına və ondan sonra o yaxşı... Şirin oradan, belə deyək, səyat. Yox, deməyəcəm oradan. Çünki Şirinin özünün də bir başqa şirinlikləri var. Aktyor olaraq onun özünün daxili bir şirinlikləri var. Obraz olaraq oradan başlayıb. Şirin obrazı oradan başlamayıb. Bozbaşdan başlayıbdır. Mən bilmirəm, bəlkə də o podsoznательni oradan ola bilər qaynaqlanıb, amma Şirini biz bacanaqlara gətirmişik daha əvvəl, nə ki biz onu Şirin kimi görmüşük. Ona görə deyirəm, mən deyə bilmərəm oradan. Yəni zaten belə deyim, Şirin obrazının xarakterini, oyununu ssenari olaraq qələmə alan Ənvər Abbasov olub. Ənvər onu Şirini, ola bilər mən görmüşəm, demişəm Ənvərə təbii ki, yəni bir rejissor kimi ssenaristə demişəm ki, bu yaxşı, maraqlı, gülməli obrazdır, belə bir danışa bilər. Biz onu dəvət elədik və bacanaqlarda o uzun müddət bir Şirin obrazından
Yadından çıxıbdı. Yekixana obrazından belə getdi. Sonra Ənvər Abbasov onun ola bilər o həmin xasiyyət xoşuna gəlib deyə Bozbaşda elə bir rol yazıb ona. Bu normaldır, ola bilər. Bunu mən elədim deyərək əlimdə bayraq tutmuram. Bu sizin bir etirafdır. Bəli. Demək bu məhəbbət ki var, o köhnə məhəbbətdən danışıram mən də, indiki məhəbbətdən danışmıram. O köhnə bacanaqlardakı məhəbbət var deyə bizim 2009 o başqa məhəbbət idi. O məhəbbətlə necə empatiya qururdunuz? Nə var dilindədir də, hərəkət eləyənmir. O baskı yapır, türklər demişkin. Əvvəl bir xod eləyir, ruslar demişkin. Gəldi öz dilimizdən deyək. Stop period gedir, görür, almır, dala qatlayır da. Yəni elə bilir ki, keçəcək, keçmirsə yeyir. İzahlaya bildinmi? Yəni hansı bir o düşdüyü hadisəyə bir öz dilinin ucbatından irəli getmək əvəzinə geri gedir. Yəni böyük bir dərin belə deyək ki, bir psixoloji bir qatı yoxdur da. Yox, niyə olmalıdır ki? Ola bilər hansısa bir cümlədə da bir dərin bir nəsə də olsun. Amma bu bacanaqlar da ümumiyyətlə biraz səthi yumor olub. Bəzi hallarda bəli, dərin ola bilər, amma bizim öhdəliyimiz dərin yumor verməkdən heç vaxt ibarət olmayıbdı. Bəs bunun pulgirlik məsələsi var? Bu məhəbbətə Bu məhəbbət, hə. Bu məhəbbətə, bəli. Bu şirinliyi məncə elə oradadır ki, onun pul istəməyi. Çünki mənim tərəf müqabilim olan Balaca. Şükran bəy. Balaca. Hə, Şükran bəy, yer gəlmişsə salamlayıram. O balaca pulludur deyə mən də ondan pul qoparda bilərəm. Pul qopartmaq daha gülməli, maraqlı gəlir. Yəni elə bir adam. Hər dəfəsində də alınır. Məsəl üçün mən hər dəfə alınmır, hər dəfə alınmır. Yazırlar, bu dəfə alınmadı. Yox, o yazsınlar da. Yazsınlar, özləri bilərlər. Məsələ burasındadır ki, buna bir bu sənətin azarkeşi, bu sənətin xiridarı kimi gözləyirəm ki, bu skeçdə nəsə alınmasın da, güldürməsin də. Görək bu güldürməyən də necə olur? Bir tənqid elə, adamın ürəyində bir şey yaransın ki, bu dəfə gülmədi. Amma hər dəfə də alınır. Məsələ burasındadır ki, yəni Şükran qardaşda o qədər də belə gülməli bir personaj deyil. Baxanda üzünə belə gülüş yaradacaq bir xoşluğu yoxdur, belə acı üzü var da. Biz deyək nurlu üzü var, amma o qədər də belə baxanda söhbəti ora-bura vurma, söhbəti ora-bura vurma. Güclü adam deyənə sözümüzü deməyək. Bir neçə sual verdin. Buyur. Onun əvvəlindən elə axırıncıdan başlamaq istəyirəm. Ümumiyyətcə nurlu, üzü gülər, zəhrimar simasını efirdə bir cümləsi, bir sözü var, deyirlər ki, idikamniyə. İnsan ola bilər ki, ekrana yaraşırsa, artıq onun üzü nurlu sayılır. Yəni, üzü nurlu deməyək də, yəni bu idikamniyəsə tamaşaçı sevir onu. Tamaşaçı üçün o çox gözəl, çox şirin bir personajdır. Adamın bir müsbət aurası var. Başa düşürsünüz? O ki, qaldı onun oynaya bilməməyinə, əsasən o vəziyyəti oynayır. Heç bir aktyor deyə bilməz ki, ya daha belə deyək də. Məsələ burasında ki, aktyorlardan daha qəşəng oynayır. Öz tərcübəsində. Təbii, o sizin fikrinizdir və mən də xoşdur o fikri sizdən eşitmək. Ancaq aktyor olaraq, belə deyək də, onun oynamağı artıq neçə illərdir o bizlə bacanaqlarda oynayırdı. Onun personajına uyğun olaraq oynayır. Yəni, o idmançıdır, o biraz idmançıdır və gec çatır. Çünki altyapı bayaq demişdim. Altyapı nədir? Yəni, neyir? Gec çatır söhbət. Söz gec çatır ona. Normaldır, bu personaj da əslində həyatda elə deyil. Sadəcə biz gördüyümüz ekranda odur. Mənə ekranda verim. Hə. Gec çatmağının personajı olması həmən bu məhəbbətə üstünlük verir. Çox var yerdə, tez ol. Məhəbbətə üstünlük verir? Bəli. Üstünlük ona verir ki... Biz Şükran bəydən danışırıq axı bayaqdan. Mən də Şükran bəydən danışıram. Bizim tandemdən, bizim işbirliyimiz, bizim siz verdiyiniz sualdan danışıram ki, o necə yumor aktyoru deyil. Yumor aktyoru olmaq vacib deyil. Sənin vəziyyətin yumor olmalıdır. Hər bir aktyor o vəziyyətin içində gülüş halına çevrilə bilər. Beləliklə, yumor aktyor olmaq lazım deyil. Sadəcə aktyor olmaq lazımdır ki, o vəziyyətin içində sən də gülməli bir personaj olasan. Və Şükranın özü də, mən özüm də hadisənin özünü biz gülməli təqdim edirik ki, ikimiz də gülməli oluruq. Çünki hər birimizin altyapımız var. Həmişə də baxırıq, dodağımız qaçır, gülürük. Nə yaxşı ki varsınız.
bu dərdlərin, problemlərin, sıxıntıların, çatışmazlıqların içində biz üzümüzü Çox sağ ol. Nəsə görə mən çox dəqiq istəyirəm sənə cavab verim. Bilmirəm ilk təəssüratdan o qədər dəqiqlik. Bilirsən niyə? Çünki sən ilk təəssüratdan mənə onu bağışladın. Bir reportyor kimi, abonent kimi təəssürat bağışladın ki, mən səndən biraz ciddi danışmalıyam. Hansı bir suallarına ciddi cavab verməliyəm. Və verilişlərinə baxmışam, mən hesab edirəm ki, sən bu verilişdə hər hansı bir sualın hesabatını istəyirsən. Sənin üçün maraqlıdır, mən ona sənə hesabat kimi təqdim edirəm. Mən bu sən dediyin sualların, sən verdiyin sualların yumor variantı da var. Ancaq mən onu çalışıram ki, daha ciddi. Bu mənim üçün nailiyyətdir. Sizin bu düşüncəniz şəxsən mənim üçün nailiyyətdir. Çox gözəl. Bir aparıcı kimi mənim üçün nailiyyətdir və mən nailiyyətlərin bol olsun. Təşəkkür edirəm. Bir verilişdə qeyd eləmisiniz ki, müğənnilərdən biri çox sadə adamdır, çağırsaz verilişə gələr filan məşməcə. Sadə adam olmaqla verilişə gəlməyin nə əlaqəsi var ki? Röya haqqında deyirsiniz bunu. Verilişlərin birində deyirsiniz ki, Röya tanışdı, belədir, filandır, yaxşı qızdır, çağırsaz sadə adamdır, verilişə gələr. Yəni sadə adam olmaqla verilişə gəlməyin nə aidiyyatı? Mənim yadıma gəlmir o söhbət. Amma rast ki sən deyirsənsə, mən ümid edirəm sən harada baxmısansa, onu deyirsən, mən onun hansı nəyinsə, hansı cümlənsə üstündən demişəm. Yəni çağırsaz gələr, sadə adamdır. Yəni yox, verilişə demisiniz ha, həmin o. Siz ola bilər hansı konseptin içindən çıxardıbsınız, o cümləni mən deyirsiniz. O cümlənin əvvəli də olmalıdır ki, mən o sözü deyim. Siz təsəvvür edin ki, yolda getdiyiniz yerdə salam elə sadə adam nədir və mən deyim ki, bilirsiniz, Röya sadə adam verilişə gələr. O cümlə tam yanlışdır. Amma biri də var ki, hansı bir nəsə söhbətimiz gedir və ortada bir dənə o cümlə gedir. O cümlə bu verilişə uyğundur deyə mən onu demişəm, çox güman ki. Amma siz mənə indi sual verirsiniz ki, sadə adamla verilişə gəlməyin nə idi anlamı? Mən sizə başqa cür cavab verə bilərəm. Yox, o konseptdən cavab verməyinizi istəyirəm. Sadə adam olmaq, sadə adam, yəni sizin kimi, mənim kimi özünü yuxarıdan aşağı baxmayan insan kimi, özünü biz öyrəşmişik, dartmayan adam kimi. Mən elə adam. Siz elə düşünürsünüz ki, nə edəcək? Bəlkə o öz aləmində bilir nə edəcək, ona görə dartır. Başa düşürsünüz? Mən bunu nə edəcəm deyib dartmır. Yox, bu bunu dartır ki, nə isə nail olsun. Onun da axı düşüncəsi var. 5 barmaq 5-i də bir deyil. O düşünür ki, mən bunu çay var, bunu desə, o düşünür ki, ona təəssürat, ona münasibət, fikir ona o istədiyi kimi olacaq deyə belə eləyir. Sadə adam dediyimiz, zəhmət olunsa mənə bir çay gətirin deyən adamın da başqa düşüncəsi var. Mən o adama sual versəm ki, niyə belə eləyirsən, o bəlkə də cavabını verəcək və mən onunla razılaşacağam. Mən o bilmirəm. Mən o kateqoriyaya aid deyiləm. O sadə adam odur. Mən özümü başqa cür hesab edirəm. Çünki mən hamı ilə birəm, mən hamı kimiyəm. Mən özümü yuxarıdan başqa cür hesab eləmirəm. Anlata bildimmi? Görürsünüz mən necə cavab verirəm sizə tam dəqiqliyinlə, özüm düşündüyüm kimi. Siz mən vadə elədiniz, deyin biləsiniz. Komik skeçlər çəkilməyə başlamamışdan qabaq demisiniz ki, Şükran bəylə razılığa gəlmişsiniz ki, orada mənfi rəylər olsa, mən artıq çəkilməyəcəm. Bəli. Gördüyünüz işlər. Bəli. İnsanların reaksiyasından çox asılıdırmı? Bu yaxşı sualdır, çünki mən özüm istəyərdim bu suala, özümlüyümdə özümə bildirəm ki, axı mənim öz fəaliyyətimmi deyim, yoxsa öz işim mənim tamaşaçıdan asılıdır. Əslində bəli, hardasa tamaşaçı aktyoru yaşadır. Aktyoru yaşadan alqışlardır. Aktyoru yaşadan ona baxan insanlardır. Baxmırsa, sevmirsə, mən düşünürəm ki, onun orada yeri yoxdur. Mən hesab edirdim ki, əvvəl, demək olar ki, indi hesab edirəm ki, Şürana dedim, çünki mən çox işlər görmüşəm, əksəriyyəti sevilibdir, sevilməyənlər də var, xoşlarına gəlməyənlər də var və rəy bildirənlər də var, amma YouTube-da bu sosial biraz elə bir şeydir ki, lişni bir dənə profil atsam, bir dənə yalancı bir şəkil qoyub ağzına gələn demək olur. Elə şeylərdə mən rast gəlmişəm, mən YouTube-u təzə işlətməyə başlayanda, nəsə bir bacanaqlardan, başqa bir öz işimdən nəsə qoyanda kimsə bir 10 rəydən 5-i əxlaqsız bir söz yazırdı, mənə çox pis təsir edirdi. Ona görə də mən dedim ki, Şükran, bu artıq mənim başqa bir, harasa da bir başqa bir addımımdır. Əgər mənə tənqid eləsələr, pis söz yazsalar, mən eləməyəcəm.
Eləməməyində yenə də deyirəm, səbəbi odur ki, mən istəməzdim ki, bəlkə tamaşa doğrudan xoşuna gəlmədi. Mən elədiyim bəlkə köhnəlib, qocalıb lazım deyil. Çünki bacanaqların 2009-cu ildən bacanaqlar başlayıb və biz başlamışıq şükür ona 2024-cü ildə, keçən ildən. Nə qədər vaxt keçir? 24-dən çıx 9, qaldı mı 15. 15 il sonra mən məhəbbəti yenidən diriltməyim, bəlkə tamaşaçı xoşuna gəlməyəcək. Gəlməyəcəksə mənə bildirəcəklər. İndi məsələ burasındadır amma şükür ki, Allaha ki, bəyənildi. Bəli. Çox xoşlarına gəldi və hətta birinci paylaşımda nə yaxşı məhəbbət qayıtdı deyə ona görə də bu günə İnsanlar sevindilər həm də, üzləri güldü. Məsələ burasındadır ki, bu məqamda sizin yerinizə düşünürəm. Mən niyə sizin yerinizə düşünürəm, onun cavabını bilmirəm. Amma hər ehtimala düşünürəm ki, o obrazı yaradıb, yenidən səhnəyə qaytarıb, çəkilişləri bu sahənin mütəxəssislərinə göstərib onlardan müsbət rəy almaq daha önəmli olmazdımı? Yoxsa ancaq elə tamaşaçını satmaq? Bilmək olar, mütəxəssis kimə deyirsiniz? Siz öz sahənizdə mütəxəssis kimi hesab edirsiniz? Sizin özünüz üçün mütəxəssis kimi hesab edirsiniz? Yox, mənim özüm üçün yox. Siz dediniz mənə hansı mütəxəssislərə bildirməlidir? Mən müxtəlif sahənin əməkdaşları ilə müsahibələr hazırlayıram. Hər sahənin öz mütəxəssisi var. Siz hansını düşünürsünüz ki, mənə rəy bildirməlidir? Məsələ burasındadır ki, ola bilər ki, teatrın aktyorları, böyük xalq artistləri. Belə bir şey deyim. Biz yəni bizim bir production əvvəl 2005-ci ildə biz ilk serialımıza başlayanda onda mənim 30 yaşım yox idi. Və biz seriala başladıq, komediyaya başladıq, bizi çox tənqid elədilər, həddindən artıq. Bizim serialda çəkilmək istəməyənlər çox idi. O qonşular serialı idi. Tənqid istiqaməti nə idi? Tənqidin motivi nə idi? Bu nədir çəkirsiniz? Bax, qonşular serialıdır, bu nədir çəkirsiniz? Bayağıdır, güldürürsünüz, lazımsız, mənasız. O qədər söz düzülüb qoşmaq olar yumora. Ona görə yumor incəsənətin ən incə və ən toxunulan sahəsidir. Yəni, incəsənətdə yumor xoşuna gəlməzsə, ona hər bir şey deyə bilərsən. Hər bir söz yapışır, drama yapışmır. Ağlamalı ya yox, 2 dənə əlavə sözdür, okey. Amma yumor bax, bayağıdır, şitdir, yersizdir, cici-cici, dəlidir. O qədər sözlər demək olar ki, yumora. Onlardan 10'u var isə 9'u deyilirdi. Biz təzə başlayanda. Sonra yavaş-yavaş həmən deyən adamlar özləri serialda oynayırlar. Və özləri serialda oynamaq üçün zəng edirlər ki, Ramin müəllim, bəlkə məni çəkəsiz. Həmən bax, siz dediyiniz, bizi tənqid eləyə bilən adamlar. Ancaq bizə 1-2 nəfər, Yaşar Nuri, Allah rəhmət eləsin, o Firəngizm Təlimova və bir çox sənət adamları bizdən böyük olan, daha da bu işdə böyük bir nailiyyətlər əldə edən insanlar, sevilən insanlar bizə dəstək olurdular. Dəstək ola-ola, indi bugünkü gün Azərbaycanda möhtəşəm seriallar çəkilir. İstər aşağı, istər yuxarı, har nə səviyyə deyirsiniz deyin və həmən o tənqid edən insanlar ordunu. Və bugünkü gün mən özüm tənqidçi hesab edirəm özümü. Mən hansısa, nəyisə tənqid deyəndə müzakirə elə bilərəm və mən o barədə fikir bildirə bilərəm. İstəyirsiniz buna mənim yaşım, mənim təcrübəm, mənim bu sahədə illərdə işlədiyim səbəb gətirib və mən hansısa bir yumora bir fikir bildirə bilərəm. Mən düşünürəm ki, mən bildirdiyim fikir də o insan üçün dəyərli olmalıdır. Çünki mən o insandan daha çox iş görmüşəm. O sahənin, yumor sahəsinin altyapısından başlamışam. O adamlar da tənqid edirdilər. Çünki onlar da əvvəldə bizdən çox əvvəl başlayıb və bilirdilər bu sahəni. Ona görə tənqid edirlər. Zaten vaxt gəldi, keçdi. Yaxşı, biz biraz böyüdük, bizim sahəmiz böyüdü, bizim işlərimiz böyüdü, bizim təcrübəmiz böyüdü və biz də getdik, çıxdıq o siz dediyiniz tənqidçilərin yanına. Məsələ burasındadır ki, onların bazarı da fərqli idi, sizin indiki bazar fərqli idi. Başqa şeylər idi. Eyni komediya sahəsi olsa da o dövrün satış prinsipləri başqa cür idi. Bəli. 96-97-ci ildə Paris Bakuda bir dənə cümlə oldu. Deyəcəm, dərhal yadınıza düşəcək. Amma o cümlə heç hesab olunmamışdı, o partladacaq. Hesab olunmamışdı, o çıxacaq, sözün deyəcək, caldırılacaq. Bugünkü günə qədər yada düşəcək. Üstdən 30 il keçib. Nə oldu, rəis alınmadı? Aşmuraşki. Nə oldu, rəis alınmadı? Paris Bakuda hesab olunmamışdı, çıxacaq Bəhrəm bu söz deyəcək və 30 ildən sonra hamı deyəcək ki, salamlayırıq, bütün kollektivi.
Formula uspexi neizvestna. Məhəbbət bir dəfə bir kəlmə söz dedi. Özümdən götürürüm, heç kim deməzdən. Mən deyərəm ki, onun 6-cı, 7-ci bölüm, ay dünya, gör kimin əlinəsin, ay dünya. Bu günə kimi ay dünya derim. Mən ona deməmişdim ki, ay bir dəqiqə bu bir sənə həyatda qalacaq. Elə şeylər var. Ona heç bir çox çətin demə. Ələskər, nə var Ələskər? Vallah o eksprompt olubdu. O təsadüfən adam elib yıxılıb, onu salıblar. Siz onu xatırlayasınız deyənə mən ondan misal çəkdim. Biz minlərlə misal çəkə bilərik o haqqda. Məsəl üçün deyəcəm, filmin adını deyəcəksiniz ki, tələsmə. Zaur tələsmə. Yox, o deyil də, bu veriliş o deyil. Tələsmə, giziri deyirəm mən. Siz tələsmə, Zaur tələsməni. Yox, o başqa, o verilişin mövzusudur. Tələsmə, Zaur tələsməni cümlə olaraq çox yaxşı çatdınız və məndən aldınız bir dənə üzü. Çox yaxşıdır da bu. Onu demək istəyirəm. Tələsmə, bu yumorun bir hissəsidir. Zaten sən məni vadar eləyirsən onu düşünməyə, amma mən düşündüyüm əsərdir. Pis şey düşünmədim mən. Bizim veriliş o deyil. Mən tələsmə gizli deyirdim, tələsmə gizli. Bilsən nəyə oxşadı? Şey var ya, salam. Nədir bizim qardaşımızın adı? Yadından çıxır. Elə bir sual verir ki, sən pis şey fikirləşdin, amma nəticə olaraq başqa bir şeydir. O pisdir, senzuradan kənardır, əxlaqsız deyə bilərəm. Amma sən dediyin və mənim ona cavab verdiyim əsərdir. Məni pis yerə apara bilmərsən. Mən özüm pis əxlaqda, pis təfəkkürdə deyiləm. Həmin o tələsmə gizir məsələsi var idi. Sadəcə iki cümlə, iki söz daha doğrusu dedik. Film düşdü yadımıza, səhnə düşdü yadımıza. O 7 Oğuz-Sələmin ondan da yadda qalan sözü var. Yadda qalan sözü var. Ən vur ayağından vur dedi şeydir, hə. Komsomolun canı it canıdır. O sözlər, yəni o siz dediyiniz mənim yadıma düşmədi. Məsələ burasındadır ki, o bir dənə o ay dünya, o belə deyək, kart vizit olub da, öylədirmi? Ondan niyə əvvəllər lap çox idi? İndi niyə yoxdur? Mən nə bilim. Siz bilməsəz kim biləcək? Bayaqdan deyirsiniz ki, aktyor da mənəm, kino tənqidçi də mənəm, Türkiyədə oxuyub gəlmişəm. Mən onun cavabını verdim axı. Mən sizə dedim ki, formula uspexi neizvestna. Yəni uğurun formulu bəlli deyil. Məsələ burasındadır ki, onun ssenarisini yazan bilirdi ki, bu yerlər... Yox, bilmirdi. Onun ssenarisini yazan bilmirdi ki, Ay Dünya, öz Ay Dünya yazılmamışdı. Ay Dünya orada deyilmişdi. Məhəbbətin adında 2 dənə B hərfi var. Məsələ burasındadır ki... Amma niyə yadda qalır? Mən niyə yadda qalır? Yaxşı. Maraqlı sözdə şirin gəldi də. O personaj qəşəngdir. Məsələ burasındadır ki, yaxşı, onlar onu uğurlu alınacağını bilmirdi. Tələsmə gizli deyəndə, ürəyimi nişan al deyəndə bilmirdi ki, uğurlu alınacaq. Amma məsələ burasındadır ki, onların yazdıqları hər şey yaxşı, 80%. Razı deyilsən 50% uğurlu alınırdı. İndi niyə bəs 50% olmasaydı? Heç olmasa 30% niyə uğurlu alınmır? Ay Dünyanın uğurlu alınması bunu keçdik. Yox, tək onu demədi də, onun üzərindədir mənim cavabım. Ay Dünya cümləsinin uğurlu alınması ümumi ansamblın uğurludur deyə o biraz qabağa çıxdı. Günəşə baxsan bir də görsən maqnitli bure olur. O günəşdən bir o daha çox fışqırır. Ona görə maqnitli bure. O günəş həmişə var, həmişə parlaqdır. Serial parlaqdır. Ortadan bir dənə ot fışqırdı, o daha parlaq olur. Mən ümumiyyətlə deyirəm. İndi bu dəqiqə seriallar nə dərəcədə baxılır ki, onun içindəki uğurlu olsun. Hansı film, hansı serial bilirsiniz bu dəqiqə? Qız atası komediya ATV-də gedir. Hansı uğurlu sözü var? Var. Baxırsınız? Baxmısınız axı. Marağımı cəlb eləməyib mənim ona vaxt ayırım. 11 ildir gedir. Bilirsiniz, zamanə də dəyişib də. İnsanların baxışı, baxış bucağı, nəyə baxması da dəyişib. Dünənləri televiziyanın 2004-2020-ci, maksimum 2020-ci ilə qədər yaxşı bir nəfəsi olub. İndi bir televiziya hamının əlindədir bu dəqiqə. Düzdür? Niyə bu varsa mən ona baxım. Televiziyalarımızda maraqsız aktyor olmur. Maraqsız rejissor olur, onu maraqlı eləyə bilməyən rejissor olur. Ki, yazıq aktyor qalır qıraqda. O maraqsızdır. Amma onu o qədər maraqlı şeyləri çəkmək olar ki, o qədər maraqlı yerində otuzdurmaq olar ki. Aktyor pis aktyor olmur. Zəif, o bəli, içi daxili aktyor olmayanlar vardı. Nə qədər oynasan görsən içində yoxdur o da, yəni o yoxdur. O ürək yoxdur. O bəli, o ola bilər. Ancaq o quru adamı da elə bir yerdə istifadə eləmək olar ki, quru yerdə. O ora yapışsın. Allah haqqı o qədər gözəl aktyor çəkmişəm ki, montajör çıxardıb deyib elə bilmişəm ki, qıraqdan baxan adamdır. Aktyor deyil. Televiziyanın sirri qaçıb. Duzu qaçıb.
Çünki televiziyanın biz hər an öz ovcumuzda görürük. Bir də o vaxtı mən sizə bir söz deyim. Niyə televiziyalar mən o vaxtdan qalmışam deyirəm də, qalmışam ama televiziyalar qabaq PDK ilə idi. PDK rus nə bilir, Azərbaycan da bilmirəm mən. Dururdun, tak. Bəzi hallarda onu dəyişmirdin. Ona görə sən ərinirdin durub onu eləməyə. Səndə kanala qadı 2 dənə kanal idi. Azərbaycan kanalı idi, ASTV idi və Rusiya kanalı idi. İndi ORT-də. Onu durub dəyişmirdin. Çünki sən ərinirdin, ya uşağa deyirdin, ya bir kəlpətin olurdu, ya bir oxulov olurdu. Sonra çıxdı knopkalı. Sən onu dəyişə bilirdin. Tık düzəltdi, düzəlmədi. O çıxdı, keçdi pulta. Pultla dəyişirdi də, kimdə durub elə, rahat dəyişdi. O pult itdi və salam, pult itdi, keçdi telefona. Ovcumda ola, niyə mən çıxım PDK-nı çevirim? Bir ara komediyxanada da iştirak edirdiniz, hə? Bəli, bir mövsüm. Orada nə edirdiniz? Orada nə edirdiniz yaxşısı oldu ya. Orada nə edirdiniz? Heç getmişdim gəzməyə. Ənvərlə danışdıq, razılaşdıq. Mən bir mövsüm orada olmağımı istədi və mən də Hələ bir mövsümlü? Məncə hə. Niyə bəs yekunlaşdı? Sınaq kimi bir mövsüm? Yox, orada mən özümü o qədər komfortlu deməyim. Çünki mənim orada... Deyin, narahat. Yox, komfortlu səhnədə. Çünki biz yenə də bir camiyə, bir ailəyə və mənim orada hər birinə salamlarımı göndərirəm, öpürəm hamısını. Çünki nə vaxtsa da mən bir serial çəkəndə hər biri bir serialında olubdu. Və oradan hörmət, izzət qalıbdı deyə mənə bir böyük olaraq səhnə arxası, səhnənin ortasında da çox böyük hörmətlər olunurdu bir insan olaraq. Amma obraz olaraq mən orada yəqin ki bacarmadım. Çünki mən ora gələndə də mən Ənvərə demişdim ki, bu mənim üçün başqa leveldir, başqa bir pillədir. Onlarda nə var idi ki, sizdə o çatmırdı? Onlarda olanı başqasında olsa komediyxana başqa kanallarda da olardı. Komediyxanalar bir dənədir. Bunu bacaran bir dənədir. İkinci bacaran varsa olsun. Niyə olmasın ki? Kanalımızdır, insanlardır. Buna baxmaq istəməsinlər. Başqasına bax, cəhd olub alınmadı. Məsələ burasında da siz qeyd edirsiniz ki, mən onlarla ayaq uydura bilmədim deyənə. Bəli. Onlarda olan nə idi ki, sizdə o Onlar çatmırdı? komediyanın, televiziya, komediya sahəsində çox üst pillədədirlər. Onlar televiziya, komediya sahəsində başqa fərqli leveldadılar. Başqa fərqli yumorla yanaşırlar. Onlar həftədə 2 dəfə. Çətindir, başa düşürəm. Həftədə 2 deyil. Hazırlamaq da. Həftədə 2 dəfə. Hər dəfədə 3 dənə səhnə, 2 dənə deyək. 2 səhnə, həftədə 4 səhnə. 4 səhnə ildə bir dəfə Respublika sarayında verirlər ya əvvəl. Sənin 1 həftəlik zapazını cəmaət Respublika sarayında 1 ildə eləyirdi. Bunlar bir həftəyə eləyir. Ayaqlaşa bilən varsa eləsinlər də. Heç kimi tənqid eləmirəm, yoxdur da, mən onu demək istəyirəm. Komediya serialları var, o Qız Atası var, indi yeni serial çıxır 2 qapı arasında. Sonra yumordan bizim serialımız var idi, ARB-də gedirdik kəndimizin Monikası. Baxmamısınız, deməli komediyxana qədər uğurlu deyil, bəlkə də əgər biz eyni yumordan danışsaq. Başqa serial başqadır, komediyxananın məzmunu başqadır. Ancaq yumorda. Bu da güldürür, bu da güldürür. Baxım hansına gülüm deyəndə sən komediyxanaya baxsan. Amma eləsi var ki, gülmürəm. Bəli, eləsi var ki, gülmür, eləsi var ki, çox gülürəm. Çox. Yumora baxıramsa mən oradan yumor götürüb gülmək istəyirəm. Mən baxmam. Bax görüm mən güldürsün, görüm nətər güldürəcək bu. Başda gör, ona bax ha. Sən şit elə bir niyyətlə mən baxmıram. Sən elə niyyətlə baxsansa heç nəyə gülməyəcəksən. Sən birinci özündə onu tərbiyələndir ki, orada əziyyət çəkən. Ola bilər zəifdir, pisdir, bayağıdır, xoşuna gəlmir. Amma o deməli sənin yumorun deyil də, ona ağzına gələn demə, çevir kanalı. Sənin öz xoşuna gələn nə? Bax, yumor daxildə fərqlidir. Mən güldüyüm yumora sən gülməyə bilərsən. O demək deyil ki, mən pis yumora gülürəm. Əbədi tənqid. Vaxtilə Yaşar Nuri gəldi Bacanaqlar serialına, ona hansısa da bir özü kateqoriyada bir adam zəng elə, sən orada nə gəzirsən? Dedi ki, mən hər bir yumorda, hər şeydə çəkilmişəm. Mən multifilmə də çəkilmişəm. Yaşar Nur'un multifilm var, bilirsiniz? Bilin də, sabah sual verəcəksiniz.
Sehirli Fənər adında bir multfilm var. Orada bütün dahi sənətkarımız Allah rəhmət etsin, onların obrazları var. Sehirli Fənər. Nəsibə Zeynalov var, Yaşar Nureydiz, Yavuz. Yəni deyir mən multfilmi çəkilmək, mən serialı çəkilmək istəyirəm. O çəkilə ləzzət alırdı. Biz də ləzzət alırıq. Çünki hər gəlib getməyə bizim üçün bir dərs idi. Siz əgər yumora baxıb tənqidi niyyətlə baxacaqsınızsa, ona baxmayın, sizə əsəb verəcək. Siz yumor baxın, gülün də. Baxın, görüm, gülün. Xoşuma gəlmədi, çevir. Başqa, sənin nə xoşuna gəlir, ona bax. Bilirsiniz, onu baltalamaq. Bir deyim var, İmamzadə haqqı. İnsanların çoxu bilir bu deyimi, bir yenilik kimi demirəm bunu. İnsanların nəyə güldüyündən onun zəkası bəlli olur. Necə güldüyündən onun ədəbi bəlli olur. Mən deməzdim. Ola bilər. Nəyə güldüyündən onun zəkası bəlli olur. Baxın. Yəni sualımı bir də tamamlayım. Qoy mən bura qədər yox, sual tamamlı deyil. Siz cümlənizi deyil, yaxşı deyil. Mənim yadımdan çıxacaq ondan əvvəl. Yaxşı. Çünki mən biraz fərqli düşünürəm. Baxın. Həmin o zəka məsələsi, gülmə məsələsi insanların zövqü aşağı düşdükcə, yəni güldükləri şeyin zövqü aşağı düşdükcə, dinlədikləri şeyin zövqü aşağı düşdükcə, onun həyat fəaliyyətinə də təsir göstərir. Yəni bir fərd olaraq mən sizə bir dənə cümlə cəmiyyəti formalaşdırır. Biz cəmiyyət olaraq bayaqlaşmağa doğru gedirikmi? Əziz qardaş, zövqü aşağı düşmənin izahını sən mənə heç vaxt verə bilmərsən. Heç vaxt deyə bilmərsən ki, bunun zövqü aşağıdır, bunun zövqü yuxarıdır. Zövq nə deməkdir? O zövq şəxsə aiddir. Əgər mən bugün belə giyinib gəlmişəmsə, sizin gözünüzdə bu mənim zövqsüzlüyümü bildirirsə, amma mən bunu özüm üçün zövqlü bilirəm. Siz deyə bilməzsiniz bu zövqlüdür. Hansı kriteriyə əsasən bu zövqsüzdür? Nə var orada? Harda görsənib ki, qardaşlar, bax, bura qədər zövqsüz yumor sayılır. Buradan bura zövqlü, buradan orta. O yoxdur. Elə şey olmur. Məsələ burasındadır ki, məsələ burasındadır ki, zövqlü zövqsüz deyil. Sadəcə yumor, səthi yumordur. Düşünmədin, keçdin. Siz demək istəyirsiniz ki, elə yumor verin ki, bizi düşündürsün. Siz elə bir söz demədim. O demək deyil. Bax, zövq o deməkdir. Siz onu səhv salırsınız da. Mən qorxmuram o söz demək. Çünki mən sizə izah edə bildimmi, zövqlü yumor olmur. Harda olur zövq? Zövq harda var? Mən də gedim onu öyrənim. Bilim ki, buna gülüm. Təsəvvür vaxtları mənə qonşu desin ki, bu zövqlüdür. Elə şey yoxdur. Mən güldüyüm şey zövqlüdür mənim üçün. Sənin üçün bir aparıcı var. Allahdır biz. Deməli zövqlü və zövqsüz musiqi də yoxdur. Xeyr, yoxdur. Nanay, bu zövqlüdür yoxsa yox? Zövqlüdür yoxsa yox. Sən deyirsən yox. Mənim üçün zövqlüdür Chopin'in ariyası. Xeyr, mənim üçün zövqlü deyil. Sabah sizin toyunuzda gəlib 5 dənə ariya oxusalar, onu daşlayacaqlar ki, yeri gedə ki, zövqsüz şey oxuyursan. Bu zövqsüzlüyün yeri yersizliyidir. Siz gedib opera teatrında laqqada çıqqadaya qulaq assanız, bu zövqsüzlükdür. Hər şeyin bir yeri var. Daqqada çıqqada, raqqada çıqqada və yaxud da ki, zövqlü zövqsüz olmağın kriteriyaları başqadır. Var səthi yumor, var dərin yumor. Başqa yumorlarda var, xırda şey. Amma səthi yumor ki, 20 manat bu bizim yumor. Özüm üzərində götürürəm. 20 manat ver, getdik. Bu səhvdir, güldük, dağılışdıq. Mən səni heç nə düşündürmədim. Mən istəmirəm səni düşünəsən. Mənim səni düşündürmək öhdəliyim yoxdur. Heç bir yerdə yoxdur. Heç bir yerdə yazılmıyıb ki, sən bırak, incəsənət gəlirsən, oxuyursan, qutardın incəsənəti. Akademiya bitiribsən, məsələ birisi necə? Get, zövq verəcəm. Elə şey yoxdur. Məsələ birisi. Biri Səməd Vurğundur, o biri Anardır. Digər yazısı kimdir? Ənvər Abbasov. Çox üzr istəyirəm. Üçün də eyni cərgəyə qoyursunuz. Ya bir dəqiqə dayan. Razıyam. Ancaq Səməd Vurğunun yaşadığı dövrü bir dənə xatırladaq. 1920-1970 neçədir deyəsən, mən bilmirəm. Yəni bildik də 20-ci əsrin əvvəli 1900, üstdən 100 il keçib və biz Səməd Vurğunu xatırlayırıq. Ənvər Abbasovun, əgər söhbət ondan gedirsə və ümumiyyətlə, Ənvəri deməyim, ümumiyyətlə biz olduğumuz sahədə olan bütün incəsənət adamlarının yaşı 20-25-dir. Siz 100 ildən sonra deyə bilmərsiniz ki, ondan sənin nəvələrin, Pərvin, sənin nəvələrin inşallah, sənin sağ olanda inşallah deyəcək ki, baba,
Buna bax, Ənvər Abbasovdur, Ramin Hacıyevdir, Elməddin Cəfərovdur bunlar. Sən bilmirsən onu elə deyəcəklər, deməyəcəklər, hansını xatırlayacaqlar. Onlar da bəlkə də tarixə düşəcəklər. İndi niyə Baltalıyev öldürürsən ki? O vaxtları Baltalıyev öldürən, o vaxt Qonşular serialında biz təzə başlayanda bizi baltalayırdılar, bizi baltalayıb atdılar. Bəlkə də indi olmayacaqdı həmən o komediya serialında. Baxın, mən o sualı sizdən biz soruşacağım. Biz onun ardınca getdik deyə, yəni, ona görə var. Sizcə biz Siz tənqid 100 il sonra Səməd Vurğunu tanıyırıq və onun yazdığı bir cümləni xatırlayırıq və onun haqqında danışırıq. Daha sonra Anar müəllim indi də sağdır, Allah can sağlığı versin. Onun yazdığı əsəri kitabdan da oxumuşuq, kinodan. İndi də bizə bir dərs vəsaiti kimidir. İndi 100 il sonra həmin o komediyaxanada oynanılan səhnələrin frazalarını yada salıb və yaxud da ki, onu bir sənətçi kimi xatırlayacaqlar. Əminsən ki, yox. Mən sual verirəm. Mən də cavab verirəm də. Siz sual verirsiniz, cavab vermirsiniz. Sualda cavab var da. Əminsən ki, yox. Üstündən soruşurum da. Mən cavabı belə verdim də. Əminsən ki, yox, ola bilər. Heç kim həyatda deyə bilməz sabah nə olacaq. Və bizim çalışdığımız sahənin 100 il sonra bizim nəvələr, nəticələr inşallah hansı dərəcədə, hansı qiymət. Siz elə bilirsiniz ki, o vaxt başqa yazıcı yox idi. Ya var idi. Yadda qalmayanlar da var. 2. Allah saxlasın. Sizinkilər də inşallah. Qız, oğlan. İkisi də qızdır. İkisi də qızdır. Allah bəxtlərini gözəl eləsin, taleylərini gözəl eləsin. Siz istəyirsiniz ki, onlarla paralel indiki komediyaxanada olan frazalarda, onların dərsliklərində olsun 100 il sonra, onların oxuduqları institut materiallarında olsun? Yaxşı sualdır. Bəlkə də istəməzdim. Siz mənə yaxşı cavab verdiniz, mən sizə çox xoşuma gəldi, mən istəyirəm onu biraz danışam o barədə. Sən mənə cavabı elə verdin ki, mən düşünməyə vadar elədin də, düz deyirsən. Ancaq o dərsliyə girməyən o qədər yazıçılar var idi, o qədər o yazıçılar olub ki, bax, heç mən bilmirəm, amma siz düşünürsünüz ki, misal üçün Səməd Vurğundan başqa yazıcı, şair, bilmirəm, nəsə olmayıbdır, olubdur. O bizim zamanəmiz də başqa cürdür də, yəni bizim bu vaxt var, Cəlil Məmmədquluzadənin komediyaları da, yəni biz ondan komediya deyir, amma komediya pyesləri yazmağı, onun yazdığı raskazı, nə deyir Azərbaycanlı? Hekayələr çox yumordur da, çox gülməlidir. Bəlkə Cəlil Məmmədquluzadə, Allah rəhmət eləsin, olsaydı indi, o biraz başqa cür yanaşardı da həmən söhbətə. Biraz bizim zamanə dilimizdən. Elə deyil. Mən düşünürəm elədir. Çünki mən, misal üçün, Sovetin vaxtında dünyaya gəlmişəm və müəyyən bir, mənim 14-15 yaşım vardı Sovet dağılanda, amma o tərbiyəni görmüşəm ki, trolleybusda mütləq böyüyə yer vermək lazımdır. Anam elə böyüdüb. Amma indi bilmirəm də, yəni hər halda o tərbiyə var yoxsa yox. Mən öz övladlarıma o Sovet tərbiyəsini vermişəm ki, böyüyə yer vermək. Bu zamanədir. Bu bizim Sovetin zamanəsidir. Bunu danışmaq olar, danışmaq olmaz, eləmək olar yoxsa yox. Bunun zamanə başqadır. Yəni o həmən hekayəyə də aiddir. O vaxt belə bir hekayələr bu tipdə, bu janrda, bu səpkidə, bu cümləni yazırlar. İndi biraz başqa cür yazırlar. İndi göstərirlər də. Bizdə yox, başqa cürdür. Zamanə dəyişib. İnsanlar dəyişir, zamanəyə uyğunlaşırıq. Ona görə də əgər söhbət qalsa, mən operator qardaşımıza çox sağ olsun deyirəm. Çünki o yadda saldı ki, siz dediyiniz Səməd Vurğun dram janrında yazırdı, komediyada yox. Ənvər komediyada yazır. Biz Ənvəri deyirəm, yazıq Ənvəri tənqid eləyəcəklər, çox istəmirəm. Amma yəni sitat Ənvərdən gəlmişdi, ona görə deyirəm. O başın deşiyə sox söhbətindən başladı da orada. Elə deyil, oradan başladı. Ümumiyyətcə, indiki komediya yazarlarının gələcəkdə dərs vasitəsindən düşüb-düşməməyini bilmirəm, yəqin ki, düşməyəcəkdir. Ancaq hansısa mütləq ki, komediya yazarı düşəcəkdir. Çünki tək Cəlil Məmmədquluzadə bizim dərs vəsaitimizdə olub o vaxtı, indi də üstdən bir 100 il keçəcək, başqa bir də düşəcək. Qurtarma da ondan. Amma bizim ömrümüz getdi. Bunlarla. Təşəkkür edirəm gəldiyinizə görə. Çox-çox minnətdaram. Çox sağ ol əziz qardaş. Çox maraqlı. Coşdurduğuna görə mənə çox sağ ol. Əsəblər. Məqsədim o deyildi açığı. Məqsədim sakitcə səmimi bir söhbət eləmək idi. Mən özüm coşdum. Mən xasiyyətim budur. Allah kəsir xasiyyətimi. Adətən Podkast Bakuda qonaqlar sağollaşır tamaşaçılarla. Buyurun,
Sağ olasın tamaşaçılarla podkast bakını yekunlaşdıraq. Mən də sizə təşəkkür edirəm mənim bugünkü günümü rəngarəng elədiyiniz üçün. Çünki sizin verilişə böyük məmnuniyyət. Mən getdiyim yerə məmnuniyyətlə gedirəm. Məmnuniyyətlə getmədimsə, çünki məmnuniyyətlə dəvət elədiniz. Bayaqlar bir dənə story çəkmişəm, qoymuşam. Baxın, story çəkib qoymuşam. Mən ayrı şey oxumuşam. Mən indi story çəkirəm. Çünki fərqli dünyadır, fərqli zamanədir. Düzdür? Fərqli zamanədə mən öz televiziyama çəkib qoydum ki, dostlar, mən gedirəm podkast verilişinə məmnuniyyətlə, çünki məmnuniyyətlə dəvət ediblər. Təşəkkür edirəm baxan, izləyən insanları. Əgər baxıb zövq aldılarsa və hardasa da bəlkə də ola bilər nəyisə fikrimiz uyğun gəlməyə bilər. Bu normaldır. Hər birindən ayıqlaşmaq olmur. Amma əgər mən əksəriyyətinlə ayıqlaşa bildimsə, əksəriyyətinə nəsə bir söz, cümlə deyib, hardasa yadda qala bildimsə, mənim üçün çox xoşdur. Yadda qalmaq yaxşı bir şeydir. Xoş yadda qalmaq lap yaxşı bir şeydir. Arzu edirəm ki, mən sizin yaddaşınıza xoş qalım. Öpürəm sizi hər birinizi. Və mən tamaşaçını sevirəm. Çünki tamaşaçı məni sevir. Çünki mən tamaşaçını sevirəm. Ona görə tamaşaçı məni sevir.